Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahda ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti, yəni təqva sifətini, Allahdan qorxmaq sifətini qazanmış olaraq. Ateistlər, deistlər, agnostiklar, nə bilim, bu qəbildən olan digər dinsizlər, imansızlar barəsində növbəti bir videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın, nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa. Bir o qədər də bu dırnaqarası TikTok qəhrəmanlarını tanımış və onların yalanlarından, hilələrindən agah olmuş olarsınız. Bu videoları çəkməkdə, dəyərli dinləyicilər, məqsədimiz müsəlmanları maarifləndirməkdir. Müsəlmanları faydalandırmaq, müsəlmanları öz dinlərini öyrətməkdir. Ki, müsəlman savadlı olmalıdır, öz dinini öyrənməlidir, bilməlidir. Yəni, müsəlman elə bir duruma düşməməlidir ki, sabahları hansısa bir bu TikTok qəhrəmanı, bu dinsiz, imansız, ateist TikTokda çıxıb sənin öz dinini öyrətsin. Lakin bu günləri, bu günümüzün fəlakətidir ki, dəyərli dinləyicilər, baxırsan ki, ateist çıxıb, Quran-ı Kərimi açıb, qoyub ortaya və deyir ki, ey müsəlman, sən burada deyir, bunu düz başa düşməmisən, burada deyir, bax belədir. Yəni, bu dəhşətdir. Və müsəlman da gözünü qırpa-qırpa qalıb, döyə-döyə qalıb, cavab da verə bilmir. Bilmir nə desin ona. Hə o yana fırladır, hə bu yana fırladır. O da baxır ki, bu nə danışır? Bu heç öz dinini bilmir. Bax, bu biabırçılıq, bu müsibətdir, qardaşlarım. Ona görə də elə bir duruma düşməmək üçün, qardaşlarım, öz dininizi öyrənin. Öz dininizi öyrənin. Allahın kitabı ilə maraqlanın. Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəti ilə maraqlanın. Vallahi ki, bu ünsürlərin gətirdikləri bu şübhələr, Quran-ı Kərimdən olan ayətlər hamısına illər öncə istər Türkiyədə olsun, istər digər müsəlman ölkələrində cavablar verilib hamısına. Və açıqlamalar da hamısına verilib. Sadəcə bu günləri bizə təzə olur, bu şeylər təzə gəlib deyənə, bizim üçün qəribə görsənir ki, bu nə fikirlərdir belə. Və sən bir müsəlman olaraq oturub düşünməlisən ki, mənim qarşımda oturan və mənə bu sualları verən ateistdir. Və ateist məni Rəbbimdən, məni yaradandan, məni xəlq edəndən, məni ruzi verən, öldürən, dirildəndən məni ayrı salmaq istəyir. Ateistdir. Sən bunu özünə bir dənə sual verib oturmalısan, düşünməlisən ki, deməlisən, ki düşünməlisən, kimsənsən? Sən gəlib mənə Allahın kitabını açıb və mənə ayətləri izah etmək istəyirsən ki, sən deyir, burada düz başa düşməmisiniz. Yəni, müsəlmanlar, əhalisinin 95%-i müsəlmanlardan ibarət olan bir ölkənin, Azərbaycan diyarının 95% müsəlmanlardan ibarət olan bir əhali bu ayətləri düzgün başa düşməyib. 1% təşkil edən bu dinsiz, imansızlar düz başa düşür və 95%-a izah etmək istəyir ki, siz düz başa düşməmisiniz, gelin dininizi öyrənin, siz Quranı düz oxumamışsınız, düz başa düşməmisiniz. Yəni, təsəvvür edirsən, bu nə deməkdir, qardaşlar? Və dünya əhalisinin 2 milyardır müsəlmanı bu ayətləri səhv başa düşür. Və onlar cahidlər, heç bir elmləri, bilikləri, savadları yox imiş deməli. İndi də hansısa bir ünsür çıxıb, o 2 milyar müsəlmanı öyrətmək istəyir ki, mən elmliyəm, məndən elmlisi yoxdur, mənim elmim qışqırıb. Mən sizə izah edirəm ki, yox, Quran ayələri elmlə üst-üstə gəlmir. İstəyir üst-üstə gəlsin, istəyir üst-üstə gəlməsin. O dünyavi alimlərivi də, o dünyavi elmivi də saxlı özü mənə Allah Subhanahu wa Ta'ala'nın kitabı kifayətdir. Mənə Allah Ta'ala orada nə buyurubsa, mən ona eşitdim və iman gətirdim deyirəm. Vəssalam. Allahın kitabında Allah Ta'ala nəyi buyurubsa, mən ona deyirəm ki, eşitdim və iman etdim. Peyğəmbər sallallahu aleyhi ve sellem meyraca gedərkən, qardaşlarım, Allah Resulü sallallahu aleyhi ve sellem meyraca gedərkən, Allah Resulünün ən yaxın dostuydu Abu Bakr, Əs-Siddiq. Bilirsiniz niyə görə ona Siddiq dedilər? Sadiq, doğru, dürüst. Çünki müşriklər gəldilər, Abu Bakrın yanına dedilər ki, sənin dostun
Deyirsən, dəli olub, başı gedib. Deyir, niyə görə? Deyir ki, mən gedmişəm, deyir, 7 qat göy, səmaya, deyir. Allahın dərgahına, deyir. Ucalmışam, gedmişəm ora, deyir, gecə ilə. Deyir, belə iddia edir. Və Əbu Bakır bilirsiniz onlara nə dedi? Dedi, doğrudan deyir, elə deyir mənim dostum. Dedilər ki, hə, elə deyir. Deyir, vallahi ki, ondan da o tərəfə getsəydim, mən onu təsdiqləyəcəkdim. İmana baxın, qardaşlarım. Sadiqliyə, doğru dürüstlüyə baxın. Bizdə ateist çıxıb müsəlmana 2 dənə sual verir, müsəlman deyir, hə, doğru deyirsən, hə, heç bilmirdim. Mən deyir, artıq şübhə edirəm, deyir. Nə oldu şübhə elədin? Nə dedilər sənə şübhə elədin? Ateist sənə dedi. Allahın kitabında Peyğəmbər sallallahu aleyhi ve sellemin sözündə şübhə etdin. Yəni Einsteynin sözünü, Darwinin sözünü Allahın sözündən, Peyğəmbər sallallahu aleyhi ve sellemin sözündən üstün tutdun. Hansısa bir kafirin sözünü Allahın kitabından və Peyğəmbər sallallahu aleyhi ve sellemin sözündən üstün tutdun. Sən ey müsəlman. Allahu Ekber. Görəcək günlərimiz var ya bizim. Oxumaq lazımdır, qardaşlarım, araşdırmaq lazımdır. Allah'a həmd olsun. Bunların gətirdikləri, o Allah Teala Quranda deyir, ən zəif ev hörmüçək evidir. Hörmüçək torundan da belə zəif olan bir şübhələrdir. Hansı ki, artıq illər öncə bizdən də xeyirli insanlar cavab veriblər onlara. Allahu Ekber. Dinləyək qardaşlarım, dinləyə görə nə deyir? Sonra cavab verək inşallah. Surəsi 5-ci ayət deyir ki, biz göyə ən yaxın qəndillərlə bəzədik, yəni ulduzlarla bəzədik. Və onu şeytana atılan daşlar etdik. Şeytana atılan daş vasitələr etdik. Mənə bax, bizə ən yaxın ulduz hansıdır, sən bilirsən? Günəşdir. Digər də var, Şentava galaksisi deyirlər. O da var, mümkün. Məsələn, sən günəşi alıb şeytana nətər ataq? Günəşdən də yaxın var. Onu anladım, biz şeytana nətər ataq günəşi? Biz niyə atmalıyıq ki? Elə deyir, şeytana atılan daşlar elə deyir onu. Aynen. Yəni söz oyunu oynayır da qardaşlar. Allah Teala deyir Quranda ki, bizə yaxın olan göy səmasını ulduzlarla bəzədik. Yəni bizə ən yaxın ulduz hansıdır? Günəş. Biz günəşi necə atacaq biz deyir şeytana deyir. Yəni söz oyunu oynayır. Mulk surəsinin 5-ci ayəsində yazılıb ki, həqiqətən biz sizə ən yaxın olan göyü ulduzlarla bəzədik və ulduzları şeytanlara atılan mərvilər etdik. Siz isə bax bu sözdə, bu ayədə, bu cümlədə bir uyğunsuzluq yoxdur. İsə gəlin bax bu ayəti barada təhlil edik. Yəni kim təhlil edir ha? Dinsiz imansız sənin ayəti təhlil edir qardaş. Ey müsəlman, ayılı. Dinsiz imansız gəlib sənin ayəti təhlil edir. Sənə öyrədir ki, orada belə deyil. Birincisi, kainatda, kosmosda ümumiyyətlə yerə ən yaxın olan göy deyilən bir anlayış yoxdur. O sözlərinə diqqətlə deyin. Deyir ki, belə bir şey yoxdur. Yəni yerə ən yaxın göy. Və ulduzlar da yer səmasını bəzəmir. Ulduzlar da deyir yer səmasını bəzəmir deyir. Sadəcə olaraq yerdən baxanda görür. Və bundan başqa sual yaratır. Şeytan nə cəhdədə kainatı qoyur? Orada kimi yoldan çıxartmağa çalışır o şeytan. Və şeytan nə boyda böyük bir varlıqdır ki, Allah götürür ona ulduz qoyur. Və yaxud da ki, Allahın şeytana gücü çatmırdı ki, götürür ona ulduz atır. Bu qədər məntiqsiz bir söz yığını ola bilərmi? Eşidirsiniz dəyərli dinləyici? Yəni Allahın kitabına necə lağ edir? Yəni deyir ki, bu qədərdir məntiqsiz söz yığını olan bir şey ola bilərmi? Halbuki məntiqsiz söz yığını bunun ağlındadır. Bunun ağlında çatışmamazlıq var. Mən məsləhət görərdim bunlara bir özlərini bir dəlixanaya zada göstərsinlər, bir başlarını emertə zad elətdirsinlər. Vallahi, yəni məsləhətdir bunlara ki, bir emertə zad eləsinlər ki, bir baxsınlar gözdə bunların başında problem var, yoxsa yox. 100% orada problem çıxacaq bunlarda. Ayətin açıqlamasına, izahına keçək. Quran və Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsi və sahabələrin, tabiin nəslinin bu ayəti necə başa düşüblər? Çünki ayəti bizə izah edən Allahın Rəsuludur. Çünki Allah Teala vəhyi birbaşa ona indirir. Və o da həmin o vəhyi öz sahabələrinə izah edib, açıqlayıb.
Allah Taala Mülk surəsi 5-ci ayədə buyurur ki, biz sizə yaxın olan bir göyü Allah Taala buyurur ki, ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb yaxan od əzabı hazırlamışıq. Bu məxluq deyir ki, bizə yaxın olan bir səma ola bilməz. Halbuki adi məktəb proqramı olsun, məktəb proqramında atmosferdir, stratosferdir və göyün bu cür qatları haqqında əlhamdülillah məlumatlar var. Bunu istənilən bir məktəbi keçib və bilir ki, yer üzünə ən yaxın olan qat hansıdır və yaxud da ən sonuncu qat hansıdır. Və həmçinin də deyir ki, o birisi də deyir ki, necə ola bilər ki, bizə yaxın olan bir ulduz hansıdır? O deyir günəş. Günəş yer üzünə yaxın olan ulduzdur. Deyir, necə ola bilər? Sən günəşi necə götürüb ata bilərsən, deyir şeytana. Ələ salır, istehza edir. Halbuki Allah Taala bu ayətdə, qardaşlarım, nə nəcm sözünü işlədib, ulduz, nə də şəms sözünü, günəş sözünü işlətməyib. Bilirsiniz ki, şəms günəş deməkdir və Allah Taala bu barədə ayrıca bir surə nazil edib. Nəcm ulduz deməkdir. Allah Taala bu barədə də ayrıca bir surə nazil edib. Lakin bu ayətdə Allah Taala nə nəcm, nə də şəms sözünü işlətməyib. Allah Taala burada buyurub məsabih kəlməsini işlədib. Yəni məsabih nədir qardaşlar? Allah Taala buyurur ki, biz sizə yaxın olan göyü məsabih ilə bəzədik. Məsabih tərcüməsinə girib baxsanız, əlhamdülillah var da, yəni ChatGPT-dən sorur, tutmuş nə istəyirsən var, girirsən tərcüməsini yazırsan, yazır qəndillərlə. Yəni lampa, çıraq, işıq verən şeylərdir. Yəni mənası budur, məsabih kəlməsinin. Yəni ona görə Allah Taala Qurani-Kərimdə buyurur ki, biz sizə yaxın olan göyü qəndillərlə, çıraqlarla, ulduzlarla bəzədik. Ümumi olaraq ad deyilir ki, ulduz deyilir. Və bizdə də, həmçinin ərəblərin özlərində də qədimdə göydə yanan hər bir şey ulduz deyir. Biz də baxarıq ki, deyir, ulduz, ulduz. Hər şeyi ulduz deyirik. Lakin elmi dilə gələndə onların hərəsinin öz ayrıca nədir? Bir adları var. Qardaşlar, hərəsinin öz bir adları var. Deyir ki, çünki onlar gecə göyünü işıqlandıran, niyə görə Allah Subhanahu taala məsabih deyir? Çünki onlar gecə göyü işıqlandıran Allahın lampaları kimidir. Ona görə deyir ki, ayədə nəzərdə tutulan həmin o məsabih, meteorlardır. Ona görə deyilir ki, hətta NASA-nın deməli deyir ki, o meteorlar var. O meteorlar bir sürətlə hərəkət edərək atmosfer qatını keçir. Atmosfer qatını keçirəndə onlar yanırlar. Və yananda da işıq kimi olurlar. O buna ingilis dilində shooting star deyilir. Elə adicə bir dənə ChatGPT-də shooting star yazsanız və izahını sizə verəcək o shooting star nə deməkdir? Yəni ulduz axını deyilir buna. Lakin elmi olaraq buna ulduz axını deyilir. Lakin o ulduz deyil, meteordur. Hansı ki sürətlə gedir və o atmosfer qatını keçəndə parçalanmaya görə o yanırlar, işıq verirlər. Və həmin o şeylər deyir, nədir? Meteorlardır. Kosmosda kiçik daş, toz, buz parçası atmosferə sürət, saniyədə 70 km sürətlə girəndə sürtünmədən başlayırlar yanmağa. Biz də yerdən baxanda işıq xətti görürük. Ona deyirlər axan ulduz. Elmi baxımdan, yəni bu cür nə deyilir? Axan ulduz. Yəni həmçinin də shooting star deyilir. Və biz də buna nə deyir? Axan ulduz deyir. Bax, deyir ulduz o böyük nəsil bilir. O uşaq olanda baxırız, axan ulduz görəndə deyirdi ki, bir dənə arzu tut. Axan ulduz getdi. Ulduz deyir, kimisə vurdu. Yəni bu cür nə misallar Qurani-Kərimdə çoxdur. Və Allah Subhanahu taala bu ayəti ilə heç bir ziddiyyət təşkil etmir. Yəni Allah Subhanahu taala yəni bu günləri elm ona bu cür adlar verir. Lakin Qurani-Kərimdə Allah Subhanahu taala demədi axı orada şəms ki sən deyəsən ki, günəşi götürüb al. Allah Taala deyir ki, məsabih. Məsabihdə nədir? Dediyim kimi lampa, çıraq, işıqdır. Allah Subhanahu taala buyurur ki, biz sizə yaxın olan səmanıdır işıqlarla, qəndirlər, lampalarla bəzədik. Və həqiqətən də insan gecə vaxtı səmaya baxdıqda o işıqlanmanın hamısını nədir? Görür. Və Allah Taala'nın ayəti ilə bugünkü elmin dedikləri ilə heç bir ziddiyyət təşkil etmir. Allaha həmd olsun. Və ikincisi də ki, yəni buradan bu məxluqa demək istəyirəm ki, əgər hər hansısa bir məsələ sənin xoşuna gəlmirsə və sənin ağlıva ziddirsə, bu o demək deyil ki, sənin oxuduğun və yaxud da baxdığın o Qurani-Kərim səhvdir, deməli mənim ağlım düzdür. Xeyr, belə bir şey yoxdur.
Belə bir şey yoxdur. Ola bilər ki, mənim üçün o şey səhv görsənsin. Amma əslində sən onun dərinliyinə varıb onu araşdırsan, hər hansı bir müsəlmandan, dindardan soruşsan, cahildən yox, elmi biləndən, o sənə onun izahını verər. Və ikincisi də ki, sənə heç kəs səlahiyyət verməyib ki, sən müsəlmanların, əhalisinin 95% müsəlmanlardan ibarət olan bir əhalisi olan Azərbaycan ölkəsinin vətəndaşlarını və həmçinin dünyanın 2 milyard, əhalisinin 2 milyardını təşkil edən müsəlmanların 1400 illik dini inanclarını edilsən, ələ salasan, təhqir edin. Buna sənə heç kəs icazə verməyib. Və sonra da qayıdıb deyirsən ki, mənə kommentlərdə pis-pis sözlər yazılır. Bu da bunların əxlaqıdır. Bu da yaxşı sənə nə deməlidirlər? Sən çıxıb orada ağzına gələni müsəlmanlar haqqında və onların peyğəmbəri, Quranı haqqında ağzına gələni deyirsən. Sənə nə deməlidirlər? Alqışla zadla qarşılamalıdırlar səni. Bravo. İstər-istəmə təbii reaksiya da sənə verməlidirlər. Necə verməlidirlər ki sənə? Sən özünü düzəməli apar. Sözlərini düzgün şəkildə ifadə elə. Heç kəs səni təhqir etməyəcək. Sənə lazım olan cavabı veriləcək. Vəssalam. Ona görə də buradan da bu ünsürlərə deyirəm ki, gedin işinizlə məşğul olun. Bu din sizin sahəniz deyil. Başınız üçün deyil sizin. Nəinki səndə, sən kimsən ki? Səndən elmli, savadlı insanlar olub və pulları da səndən çox olanlar olub ki, məktəblər, universitetlər yaradıblar ki, İslam dininə qalib gəlsinlər. Heç bir şeyə nail olmayıblar. Allah Taala bizə nə deyir Qurani-Kərimdə? Onlar deyir, kafirlər öz deyir ağızlarıyla Allahın deyir nurunu söndürmək istəyirlər. Lakin onlar Allah Taala buyurur ki, istəsələr də istəməsə də Allah Taala öz nurunu tamamlayacaq. Ona görə də qardaşlarım, Allahın dinini öyrənin, dininizi öyrənin, maraqlanın. Allah həmd olsun ki, burada heç bir qaranlıq, heç bir qeyri-adi bir şey yoxdur. Allah həmd olsun, Allah Subhanahu taala mənə hidayət verir. Mən hidayət olunandan bəri bu dinin içindəyəm və Allah Subhanahu taala nəsib edib araşdırır, maraqlanır. Yəni mən ziddiyyatlı heç nə görməmişəm. Sən, bu ateist hardan tapdı onu? Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.